bütün insanların həyatda səhv ola bilər. Ona dəstək verin. Bilirəm, bilirəm. Bir dəqiqə Gedib onu eləməliyəm. O elə şey Yox, yoxdur. İnsan evladına nasıl Xanım qoy olmalı? öz xalasına müraciət eləsin. Bir xalam danışırdı məndən. Hə. Bəlkə 2-3 aydır mənimlə zəng eləmir. Niyə? Zəng də edirəm, zənglərimi Niyə? açmır. Bilmirəm. Bildimi ki, hamiləsən? Yox, bilmir. Allah Allah. Aylardır o mənim telefonumu açmır. Yaxşı, Rəşadla münasibətini bilmişdimi? Bəli, bilmişdi. Və o deyirdi kimi danışmasın. Heç nə demirdi, heç o qarışmırdı da. Əgər Bir dənə qarışsa belə- Rəşadın ikinci hissə vardı, onu verək Şahin. Ha, gətir, gətir. Salam əleykim. Necəsiniz qardaş? Ses gelmiyor, ses yaxşı gelmiyor müəllim. Hə, indi eşidirsən məni? Ha, iştirəm. Xoşgədəm xanımdır sizi narahat edən. Necəsiniz? Sizin yaxşı Allah siz canını sağlasın. Allah şünahınız olsun. Gülxanım atandır, mikrofonu bir dəqiqə. Gülxanım eşidir sizi, burada tək başına qalıbdı. Ata olaraq ona sahib çıx. Ya ses gelmiyor, ses ha. Deyirəm ki, Gülxanım qızım buradadır. Ona sahib çıx. Ben hoşladım. Hanım olmuş yok, sen bilirəm mi? Neynəmsən? Ben bilirəm ki, ben de bu Azərbaycan görüm, ben görürəm sen. Görürsən də, yəni qızının başına gələnləri. Ben kətdim. Deyirəm, qızının başına gələnləri görürsənmi? Ben görürüm, eşitmişəm de burası, ben ömrümde ben böyle şey fikir, ben ne bileyim başımda o... Allah Allah tepşirmişim. Gülxanımı? Vallahi o ki ben bir haber verdi. Bizim bir başımıza yeri de ona Bir dəqiqə görünür. Gülxanım, yəni siz qızınıza heç sevgi verməmisiniz, baxmamısınız, heç bir ata olaraq özünüzü günahlandırırsınız. Set gelmiyor. Ya ondan sizden geleyim. Yo, niyə ki eşidirsiniz də məni? Yok set gelmiyor. Mən sizi çox yaxşı eşidirəm. Deyirəm, o bəlanı Gülxanım oxuyurdun. O bela, bu nesil bir böyük bela yaranır bu. Bəla yaranıbdı. Bəli yaranır. Ona dedim Bu ki, böyük bir bayramla bela yollaşmırıq. Boşanım Çünki qoymadın. yaranır. İndi görürsən ki, nəticəsi belə olur. Bayramın yanında içki içəndə, başıma vuranda belə olur nəticəsi. Bütün hələ bu həyatımın səbəbkarı ayağı sənsən. Bütün həyatımı ən başından məhv edən sənsən. Güclə məni bu sözü yenə də deyirəm ki, bir içkiyə sən məni onun atasına satdın, onun oğluna. Deyir ki, Gülxanım deyir ki, mənim məhv elədin həyatımı məni. məhv elədin. Məni rəzil elədin, rüsvay elədin ailəm içində. Siz deyir ki, içkiyə qurban verdin məni. Ben o çok severim. Bu göz kapandı. Başkanım hanım bayram ben tepki altında değildi o içki içiydi bayramın ağlı başında değildi. Elə atanı belə olur. Deyir ki, bayram məni deyir döyəndə bir ata olaraq o içirdi, baxırdı və gülürdü. Ya ben bayram Bir onu. də- demişim ki Türk tarafları ben hiç kimi evini dağıtmak istemiyorum. Yəni qızın gözünün qabağında döyüləndə bir ata olaraq nə edirdi? Ya hoşçakalın hamisi dünya görüşü kaldırsın. Enerjik uşağın söhbetine ben inanmıyorum. Ben elimden gelen eləmişim. Saxlayıb mənə, o saxlayıb məni 10 il. Saxlayıb ki bayram sən vur, tək mən saxlayım. Sən vaxtı gəli eləməzdin, pulla onu saxlamazdın. Qabağını tutardın ki belə eləməsən. Qardaş, Sən də arvad boşamısan amma kişi kimi boşamısan da narahat eləməmsən. Bax bayram belədir də. Sən bildin ki Qardaş, belədir. indi deməli məsələ belədir. Qızınız bu 2 ay sonra ana olacaqdı, küçələrdə qalıbdı. Bir səhv eləyib, səhvinin güdazına gedibdi. Bir ata olaraq ona dəstək verirsinizmi? Yok, destek yani onun adamı tapılar, o adamı. Kimse oturup durup, bunu tekrarlandırır geçsin, canı çıksın saklasın. Ay, deyirsiniz ki, Rəşadı tapaq, canı çıxsın, uşaqları saxlasın. Buna baksana, üzülsün seni. Onun sabahı 2 vur 2'di, onun sabahı ne var? Yox, Tapa bilmir ki. Buna baksana, ona oturup durup, apası uşaqları saxlasın. Biz ne saxlamadıq? deyirsiniz ki, yəni bunları saxlamayacaqsınız. Yok, biz vakti kapımıza gelmez. Qapıya gəlməsin Gülxanım. Yok. Bəs yaxşı. Yaxşı, bəs bu Gülxanımın başına bir iş gəlsə, bir ata olaraq vicdan əzabı çəkməyəcək misən?
Qoçqa dağıl, sana Allah sana balını sağ, sana Allah kimi qoysun. Mən kimə və mərkəzi bir adamım da. Onu gül kimi ailəsi var. Bu Quliyeva familiyasıdır, Bayramın familiyası. Mənim familiyam Mənə deyirlər ki, sən uşaqları vaxtımısan. Boşananda Zeyda, vaxtı ikən qardaş, desəydi ki, sizin o dediğiniz uşaqların atası tapılıb yani Tapılıb, tapılıb deyəndə itməmişdik Ay, tapılan. Onlar bir yerdə yaşayırdılar. Amma onlar da sahip çıxmırlar. Onlar da deyir bizlik deyir, aldadıb məni deyir. Qayda qanunlar, Azərbaycan xarici qanunlarına əməl eləmək lazımdır. Cəhd edibsə canı çıxıb saxlamalıdır da. Canı çıxıb saxlamalıdır, hə? Bəli, mən altı arvasız qalmışam. Demək, kəndi içində yaşayan, mən heç kimi bir cəmaatı bir qızın bir kəlməsi izləmək. Mən hər oğlan tek tane yaşamayı içində. Aydındır. Aydındır. Yəni siz deyirsiniz ki, deməli Rəşadın canı çıxıb uşaqlarına baxmalıdır. Əlbəttə, bu Azərbaycan Yaxşı, qısa bir ara verək, görək Rəşad gəldi, hə? Yaxşı.